biz danışırıq Qızıl Ordu dövlətindən. Mövcudluq illəri 1243-dən 1502-ci ilə qədər olan dövrü əhatə edir. Qızıl Ordu dövləti necə yarandı, hansı hadisə baş verdi ki, bu dövlət yaranmış oldu? Deməli, biz sizinlə ilk öncə sözün mənasına baxmalıyıq ki, Qızıl Ordu sözü nə deməkdir? Ordu əslində çadır mənasını verir. Qızıl nə deməkdir? Və çadırların üzərini sarı örtüklə örtdüklərinə görə biz bu dövlətə Qızıl Ordu dövləti deyirik. Həmçinin bu dövlət mənbələrdə Cüci ulusu kimi də tanınır. Cüci kimdir bəs? Çingiz xanın vəsiyyətinə görə ərazi verilmiş oğullarından biridir Cüci. Dövlətin varisi Batı isə Cücinin oğludur. Ona görə biz bu dövlətə Cüci ulusu da deyirik. Dövlət yaranmamışdan qabaq 1235-ci ildə Qaraqorun qurultayı keçirilir. Qaraqorun qurultayında Monqolların yeni işğal hədəfləri bəlli olunur və onlar işğalçılıq siyasətinə başlayırlar. Onlar 1240-cı ildə gəlib Polşa ərazisinə, 1241-ci ildə isə Macaristan ərazisinə gəlirlər və burada Polşanı və Macaristan ərazilərini ələ keçirib öz sərhədlərini genişləndirirlər. Qaraqorun qurultayından sonra artıq yavaş-yavaş Monqolların daxilində belə deyək ki, ixtişaşlar başlayır. Niyə? Çünki Böyük Xaqan ölür. Böyük Xaqanın ölümündən sonra Çinin daxilində zəifləmələr başlayır və artıq yeni bir xaqan seçmək lazımdır və bu dövrdə Batıya da xəbər gedir ki, yəni yeni bir xaqan seçilir. Batı da qurultayın keçirildiyi yerə gələndə artıq xəbər alır ki, yeni xan seçilib. Ona görə də Batı olduğu yerdə dayanır və burada Saray Batı şəhərini saldıraraq Qızıl Ordu dövlətinin əsasını qoyur. Qızıl Ordu dövlətinin yaranması da həm Avropa üçün, həm Asiya üçün, həmçinin Qafqaz üçün xüsusi ümumi nəticələri olur ki, yəni bu nəticələrdə onların biz əsas işğalçılıq siyasətlərini görürük. İndi isə keçək biz onların işğalçılıq siyasətinə. Biz danışacağıq birinci Özbək xandan. Bu markerlərimiz neysə bir problem yaratmaq istəyir. Biz artıq neçənci markerli video arasında dəyişdirmişəm. Özbək xan. Özbək xanın əsas yadda saxlayacağımız məsələ İslam dinini qəbul etməsidir. İslam dini yadımıza salaq. Kimlər qəbul eləmişdir? Bir də bizdə Qazan xan qəbul eləmişdir Azərbaycan tarixindən. Özbək xan qəbul eləmişdir. Bir kim qəbul eləmişdir? Satuq Buğra qəbul eləmişdir İslam dinini. Bu formada. İslam dinini özünə qəbul eləyəcək. Sonra biz burada Mamay xanı görürük. Markerimizdə yazmadı. Mamay xan isə Kulikova döyüşündə biz əsasən Mamay xan görəcəyik. 1380-ci ildə baş vermiş Kulikova döyüşündə Mamay xan iştirak eləmişdi və burada Mamay xan Rus knyazlarını məğlub eləmişdi. Mamay xandan sonra isə buraya yazaq Mamay xan, tapdıq yazaq Kulikova döyüşü. Kulikova burada Rusları məğlub eləmişdi. Mamaydan sonra Toxtamış gələcək. Toxtamış çoxunuz Azərbaycan tarixindən tanıyırsınız. Lakin Toxtamış Teymurla belə desək ki, bir ədabəti var və Teymurun yürüşlərindən çəkinir. Toxtamış hücum eləyəcək, Moskvanı tutacaq və Moskvanı yandıracaq. Tarixdə Moskva 2 dəfə yandırılıb bilirik. Biri Napoleon Bonaparte eləmişdi. Birindəki Toxtamış eləyir, Moskvanı tutur və yandırır. Daha sonra isə Qafqaza hücum eləyir, Təbriz şəhərini ələ keçirir. Lakin eşidir ki, Teymur bura yürüş eləyir və Qafqazı qoyub geri qayıdır. Bizim sonuncu danışacağımız hökmdar isə Əhməd xandır. Əhməd xan dövlətin itirilmiş qüdrətini bərpa eləməyə çalışır və qismən də bərpa eləyir deyə bilərik. Lakin daha sonra Rus knyazlıqları belə baş qaldırır və tərəflər arasında 1480-ci ildə Uqra görüşü keçirilir və Uqra görüşündə artıq Rusların Qızıl Ordudan vassal asıllığına son qoyulur və bununla da Qızıl Ordu dövləti tamamilə zəifləyir və 15-ci əsrdən etibarən Qızıl Ordu dövləti müəyyən xanlıqlara parçalanır. Biz burada Qazan Həşdərxan xanlığını, Noqay ordasını deyə bilərik ki, 15-ci əsrdən etibarən bu yeni ərazilər yaranır bu formada. İndi isə keçək növbəti izahlarımıza.